Christopher Nolan'ın Odisseya filmi Homeri yenidən gündəmə gətirdi. Amma maraqlıdır ki, tarixçilər hələ də Homerin əslində kim olduğu barədə yekdil fikrə gələ bilməyiblər. Ənənəvi rəvayətə görə Homer 8-ci əsrdə yaşamış kor bir şair idi və İlyada ilə Odisseyanı yazmışdı. Amma son 100 ildə Homerlə bağlı təsəvvürümüz ciddi şəkildə dəyişib. Bu gün klassikçilərin böyük əksəriyyəti razıdır ki, bu dastanlar əvvəlcə kitab kimi yazılmayıb. Onlar əsrlər boyu peşəkar ozanlar tərəfindən şifahi şəkildə nəsildən nəslə ötürülüb. Bəs onda Homer kim idi? Belə bir halda Homerin ümumiyyətlə bir əhəmiyyəti qalırmı? Bir qrup alim hesab edir ki, Homer bu dastanları yaradan konkret bir müəllifdən çox, həmin şifahi ənənənin özünü təmsil edən simvolik bir addır. Yəni Homer ifadəsi bir insandan çox nəsillər boyu yaşayan bir ənənəni təmsil edirdi. Alimlərin çoxuna görə isə onları bugünkü möhtəşəm formasına salan gerçək bir şəxs, hətta bəlkə də birdən çox fərqli şəxs yaşamış ola bilər. Bəlkə də Homerin həqiqətən yaşayıb yaşamadığı hər zaman naməlum qalacaq. Amma bir şey dəqiqdir. Təxminən 2800 il sonra belə onun adına yazılan bu hekayələr hələ də bütün dünyanı mübahisə etdirməyə davam edir.